Evimin qabağını bağladılar, söktülər. Qəsb edib evi söküblər. Ya burada cinayət işi açılmalıdır. Əlim canım sükundu. İndi bizə burada binada ev vermirlər. Biz də gələk evimizi istəyirik də, yəni biz artıq heç nə istəmirik. Yasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən həyət evləri təxminən 1 il öncə Deluxe Residence tikinti şirkəti tərəfindən vətəndaşlardan alınır. Lakin alqı-satqı prosesi zamanı bir neçə vətəndaş kompensasiya məbləği ilə razılaşmayıb öz mənzillərini, öz evlərini satmasalar da tikinti şirkəti tərəfindən həmin evlər yenə də məcbur şəkildə sökülür. Məsələ ilə bağlı News 24-ün çəkiliş qrupu hazırda həmin ərazidədir. Mövzunu dəqiqləşdirməyə çalışacağıq. Bizim Deluxe Residence MTK keçən il may aylarında, yəni bizim tərəfə başlayıb sökməyə, bəzi qonşularla razılığa gəlib, amma bir çox insanlarla içimən qarşı bizlə razılığa gəlməmiş, bizim evə hücum çəkib. Hücum çəkərkən yəni fəhlələr həm fəhlə tərəfindən, həm ekskavator, arxa tərəfdən ekskavator evi söküb. Fəhlələr belə deyək də bizi imkan verməyib hərəkət eləməyə. Fəhlələr tutub, arxadan da ekskavator evi dağda gəlib. Yəni o fəhlələrin əlindən qaçarkən qalxmış o ekskavatoru saxlamağa yəni mümkün olmuyor. Çünki evi artıq dağıtmışdılar. Ev dağılmış vəziyyətdə idi. Nə qədər yəni qışqırıq bağır salsaq da, nə hərəkət eləsək də mümkün olmuyor buna. Bununla bağlı biz şikayət eləmişik, polisə şikayət elədik, məhkəməyə şikayət elədik. Tikintinin dayandırılması ilə bağlı hakim bizim şikayətimizi təmin eləmədi. Heç bir kompensasiya ödəmirlər, heç bir razılığa gəlmirlər ümumiyyətlə. Qalmışıq belə. Özümüz də kirayədə qalırıq, kirayə pulunu da vermirlər. Bizim evimiz burada o idi. Söküblər, onun yerinə bina tikiblər. İndi bizə burada binada ev vermirlər. Biz güya bundan bir 50 metrə, 100 metrə aralı bina tikəcəklər, oradan bizə ev verəcəklər. Hələ bil ki, o binanı da tikmirlər. Hərəkət yoxdur, bina yoxdur, heç nə yoxdur. Bizdən ev alıblar 2 illik müqavilə ilə, bunun artıq il yarımı gedib. Yəni müqavilə əsasən biz hələ belə pozuntusu yoxdur. Sadəcə işin gedişatına görə, işin gedişatı onu göstərir ki, bu haçana alası, haçana sökəsi, bizim 6 ay müddətimiz qalır. Biz kirayələrdə sürünməmişik, sürünməli deyirik ki, yəni ki, hərənin başından bir avaz gəlir, biri belə deyir, biri ilə razılaşırsan, yəni öz evin ayrı şeydir də. Biz onu istəyirik ki, yəni ki, evləri cəmaatla razılığa gəlsinlər, bir ortaq məxrəcə gəlsinlər. Məsələ ilə bağlı Deluxe Residence şirkətinin hüquqşünası Tərlan Əliyev News 24-də açıqlamasında bildirdi ki, vətəndaşların əksəriyyəti söküntü başlamazdan əvvəl şirkətlə razılaşsa da, söküntü başa çatdıqdan sonra razılaşmanı pozaraq məhkəməyə şikayət ediblər. Sakin Qambayev İkram bizimlə əvvəlcə şifahi razılaşmış, lakin mənzili söküləndən sonra razılaşmanı pozmuşdur. Və hal-hazırda da Qambayev İkramla bizim aramızda məhkəmə prosesi davam edir. Yasamal rayon məhkəməsinin məsələ ilə bağlı müvafiq qətnaməsi çıxıb, lakin Qambayev İkram qətnamədən apellyasiya şikayəti verib. Buna görə də məsələyə apellyasiya məhkəməsində baxılacaq və biz də məhkəmənin yekun qərarı nə olacaqsa onu icra etməyə hazırıq. Qaldı ki, digər vətəndaşlarla bağlı, yəni evlərinin tikintisinin yubanması ilə bağlı şikayət edən vətəndaşlar, bəli, o vətəndaşlarla biz də razıyıq, tam haqlıdırlar. Artıq 2 ilə yaxındır, yəni 1 il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, həmin vətəndaşlara veriləcək mənzillərin, yerləşdiyi binaların tikintisini başlaya bilməmişik. Buna da səbəb ərazidə 30-a yaxın ailənin köçmək istəməmələridir və bunun da səbəbi onların bugünkü bazar qiymətindən dəfələrlə 3-4 dəfə artıq kompensasiya tələb etmələridir.